Assalamu aleykum əziz dostlar, gözəl Zaqatalılarımız. Dostlar, şəhərimizin, Zaqatalamızın gözəl bir dənə yerində məhkəmə binasına operator göstər. Məhkəmə binasına içəri gələndə, məhkəmə, vaykomat binasına içəri gələndə belə möhtəşəm gözəlliyi olan yerdə təzə evlər, su qiyməti dostlar 27.500-ə deyilir. İnşallah cüzi endirmə. Bu evlər, təzə tikili evlərdə asfalt da burada bitir. Tam evin yanına kimi asfalt. Deməli, qazı, suyu, işığı, interneti, hər bir şeyi buradadır. Evimizdə kürsülüdür. Yerdən 1 metre 20 santi hündürlüyə. Yəni padvala belə də girmək mümkündür. Orada var. Padvalın qapısı da orada var. İndi inşallah qabaq hissədən də göstərər. Stop elə. Dostlar, buradan üzü çaylağa çıxsa, axşamlar, səhərlər, təmiz hava almaq. Orası çaylaqdır. Dağdır, çaylaqdır. Burası, bu da bizim evimiz. Operator, bir dənə önündən zəhmət olmasa göstər. Üstünün dəmirindən tutmuş dostlar. Hamısı yaxşı materiallardan işlənir. Pəncərələri müasir tipli, qapısı dəmir. Gəl içəri, operator zəhmət olmasa. Əziz dostlar, bax. Nə bugünkü tirlər düzülüb, çornoy pol vurub, yaxşı döşənib. Deməli, orada bir dənə operator, oradan zəhmət olması göstər, dəmirin altından da tent tutulub, o şifir altı tent olur, tərə qarşı, su buraxmamağa qarşı. Çox moşlu işlənib. Bax, tirləri düzülüb. Deməli, buna nə lazım? Suağı vurulub. Bunun işıq sistemi çəkilməlidir, pol patolog vurulmalıdır. Vəssalam, aboy, içi təmir. Qazı, suyu, işığı da hamısı da yanında. İşıq da oradadır, qaz da suda. Deməli, dostlar, bax, bir otaq. İstəsən ora ikinci otaq, ya bütöv zal buraxsa. İkinci otaq, bu 3, bu da 4. Birini mətbəx eləyə bilərsiniz də, hansısa birini mətbəx eləyərsiniz. Burada sanitar qoşayla sanusiya. Ya operator zəhmət olmasa. Bax, bura bir dənə sanitar qoşan, sanusiya da ikisində də yeri var. Evimiz belə deyərdim, ya 3'dür, ya 4'dür. 4 də eləyə bilərsiniz otaq, 3 də eləyə bilərsiniz. İnşallah gəlin ətraflı deyib göstərim. Şəhərimizin də super yerində 27.500'a varsa 77, 512, 74, 76, 077, 512, 74, 76 nömrəsinə zəng edin, gətirin, tələsin dostlar, tələsin. Kupçalıdır. Alana da, satana da Allah'tan xeyirisi. Sağ olun.